və ya urların bir hissəsi zaman zaman özlərinə Urma demişdi. Həmin Urma sözündən Urum sözü, şərqdə Urumçu sözü, qərbdə Urma, unun düşməsi ilə Roma sözü və Ərmən sözü formalaşmışdı. Mən əvvəlki söyləşilərdə bu haqda geniş danışmışam, o yüzden istəyirəm sürətli keçim. Və ya Ök sözü ilə su tayfalarının bir hissəsi daha sonra özlərinə Ökdən Sak demişdi. Həmin Saklar daha sonra özlərinə Masak demişdi və bizim bildiyimiz Masaket sözü də bu formada formalaşır. Herodot qeyd edir ki, Saklar və Masaketlər arasında böyük savaş olmuşdu və məğlubiyyətdən qaçan Saklar daha sonra Qara Dəniz ətrafına gəlmişdi. Bu deyilən fakt ilə Saklar və Masaklar arasında olan vuruşmanın olması demək ki, Sakların bir hissəsi daha sonra soydaşlarından fərqlənmək üçün özlərinə artıq Sak yox, Masak deyir və bu savaşdan da məğlub olan Saklar qaçaraq Qara Dəniz ərazisinə getmişdi. Və eyni ilə biz Az türklərinin bir hissəsinin özlərinə Ökaz dediyini, həmin Ökaz sözündən biz Oğuz, Kas, Xas, Kas sözünün formalaşdığını və buradan Kaspi, Xəzər və Quşçu türk boylarının adının formalaşdığını görürük. Və eyni ilə urların bir hissəsi özlərinə Ökür demişdi. Biz Ökür sözündə Kinin yığılaşması ilə Uyğur sözünün formalaşdığını görürük. Kür adının formalaşdığını görürük. Kürün 2 dəfə təkrarından olan Qarqar türk tayfalarının formalaşdığını görürük. Həmin o Kür-Qar tayfalarının bir hissəsi daha sonra Qam sözü ilə Qur sözünü birləşdirib özlərinə demək ki, Kəngər demişdi. Və biz tarixdə Kəngər tayfalarının olduğunu və günümüzdə Naxçıvanda soyad olaraq davam etdiyini bilirik. Artıq qeyd etdiyim kimi birbaşa Şumerlərdən danışmadığımıza görə Şumerlərin özünə Kəngər deməsi ilə Türk Kəngər boyu arasındakı bənzərliyi deyib bunu qoyaq bir kənara. Və qeyd etdim ki, Şumerlər həmçinin özlərinə Saqqik demişdi ki və bu Saqqik sözünü dilçilər, tarixçilər Sik baş, Kik qara mənasında tərcümə edir.